Demək, maraqlı bir pasiyentimiz oldu, 2 yaşı var. Pediatrı bu çanaq müayinəsinə göndərmişdi. Başqa bir yerdə rentgen olunmuşdu. Bucaqlar ölçülməmiş, sadəcə displaziya əlaməti görünüb, belə bir şey var idi. Özümüz canlı olaraq müayinə etdik və müayinə edərkən xətlərdə, büküşlərdə bir asimetriyanın olmadığını gördük. Belə olanda təkrar dedik ki, yəni bu displaziya kimi ağır bir diaqnozu təsdiqləmək üçün təkrar bir rentgeni alaq. Bucaqlarla, şenton xəttindən, yəni konkret baxaq ki, bu uşaqda displaziya varmı, yoxmu? Və çox şükür ki, bu diaqnozumuz təsdiqlənmədi. Uşağımızda sadəcə yeriyərkən yıxılmalarını nəzərə alaraq özümüz də müayinədə baxdıq ki, sadəcə əzələ boşluğu var, əzələ zəifliyi var. Əzələ zəifliyi heç də bir balaca bir diaqnoz da deyil. O da kifayət qədər ciddidir, çünki uşaqlarda yıxılmalara səbəb olur. Amma bu çanaq displaziyası kimi ağır bir diaqnozu bu uşağımızdan götürdük. Bu əzələ boşluqlarını isə fizioterapiya və reabilitasiya ilə asanlıqla aradan qaldıracağıq.